ən faydalı pərhizkarlıq haramdan çəkinməkdir. Bəzən görürsən, insan məkruhdan çəkinir. Bəzən görürsən, şübhəli yeməklərdən çəkinir. Bunlar da pərhizkarlıqdır, ifrata insan varmasa. Amma hədis buyurur ki, bunların içində ən faydalısı haramdan çəkinməkdir. Allah bizə cızıqlar qoyub. Cızıqlar. O cızıqlar bizi nədənsə məhrum etmək üçün deyil. Mən bunu çox sizə demişəm ki, Allahın heç bir məqsədi yoxdur ki, insana hansısa ləzzəti eləmək imkan verməsin. Allah niyə bunu eləməlidir ki? O cızıqlar insaniyyət xəttləridir. Ondan qırağa çıxdığın qədər insaniyyətdən çıxırsan. Özvə ziyandır. O xəttdən ayağı kənara qoydun, insaniyyətdən bir o qədər uzaqlaşırsan. Günah tərifini deyək. Yəni insanı insanlıqdan uzaqlaşdıran əməl. Kənara çıxmaq. Buyurur ki, pəhrizkarlıq eləmək istəyirsənsə, birincisi ən ümdə, ən önəmli məsələ haramlardan çəkinməkdir. Günahdır, eləməməkdir. Bu çox mühüm məsələdir. Bəziləri mən görürəm, siz də görürsünüz. Müstəhəblərə çox fikir verir, vacibə diqqət eləmir. Məkruha çox fikir verir, harama diqqət eləmir. Dində bəsirəti şərtləndirən əsas cəhətlərdən biri işlərin əhəmiyyət dərəcəsini bilməkdir. Peyğəmbər əleyhissalamın nəsihətində deyir: "Gördün cəmaət müstəhəblərə məşğuldur, sən vaciblərə." İxlas az. Dalıca da buyurur ki, gördün cəmaət başqalarının eybini axtarır, sən öz eyblərindən məşğul ol. Çox dəyərli sözlərdir. Az əməl edirik buna. Vallah bir ömür bəs eləmir adam öz eyblərini araşdırsın, tapsın. Heyfdir ki, ömrümü, fikrimi onun bunun eybləri ilə məşğul edeyim. Gözü hərdən gəzir adamın ki, görsün kimdən nə nöqsan görür. Sonra otursun onu danışsın, müzakirə eləsin. Bu çox yanlış yoldur və buyurur vərə budur ki, insan haramlardan çəkinsin. Birinci bundan başla. Və çox da qiyməti var bunun. İnsan istədiyi bir şeyə yox deyə bilsin. Çox çətindir, amma çox qiymətlidir. Və dalıyca buyurur ki, "Vəl kəffi an azal mu'minin və ixtiyabihim." Və ən böyük pəhrizkarlıq nədir? Buyurur ki, möminlərə əziyyət verməkdən və onların qeybətini eləməkdən çəkinmək. Görün nəyi vurğulayır. Əvvəl haramı deyir, burada ikinci dəfə daha da əhəmiyyətli olduğunu vurğulayır. Çalışın ki, nə edirsiniz, eləyin, heç kəsin ürəyini sındırmayasınız. Baxışınızla, sözünüzlə, zarafatınızla. Bu qəlb çox incə bir şeydir. Hədis görmüşəm, deyir, qəlb sındısa, apar nə qədər halallıq al. Dünyanın hamısını ver, kəffarəsi olmayacaq. Buyurur, Allah halal eləsə bağışlayar səni. Amma deyir, o qəlb ki, birdən biz ah çəkdi, sındı, onun cəzası mütləq gələcək sənə. Bağışlasa da gələcək. Sənə halal eləsə də, axır ki, deyir, o qəlb sınmaq təsirsiz ötüşməyəcək. Hardasa sən onun cavabını alacaqsan. Çalışın ki, insanların ürəyini sındırmayın. İnsanlara gülüş bəxş eləyin, sevinç bəxş eləyin. Buyurur, malınızla cəmaatı qane edə bilməzsiniz, Peyğəmbər buyurur. Hamıya mal çatdırmazsan, amma əxlaqınıza nə gəlir? Gülər üzlə hamını qane eləyərsən, yalancı gülüşlə yox. Qərbdə dəb olan bir gülüş var, o etiketin bir hissəsinə çevrilib ki, bu növbətçi bir gülüşdür. Belə deyirlər buna. Mütləq gülməlisən. O şəkildə yox. İçin belə olsun, daxilin belə olsun ki, insanları sevəsən. Doğrudan da məhəbbət görsünlər baxışlarında. Peyğəmbər kimi. Deyir, qəlbində nə qədər qəm var idi. Amma Peyğəmbərin üzündə həmişə yazırlar. Gelin bütün onun sirəsinin barədə kitablara baxın. Deyir, Peyğəmbərin dodağında həmişə təbəssüm var idi. İnsanlara belə aşiq edin. Cəmaatın qeybətini eləməyin. Cəmaatın buyurur sözünü danışmayın. Qeybət eləyən istəyir ki, qeybət olunana ziyan vursun. Amma ondan çox özünə ziyan vurur. Bir hədis var İmam Həsən Əsgəri əleyhissalamdan, deyim sözümü tamamlayayım. Buyurur ki, sizin üçün qeybət elədilərsə narahat olmayın. Qeybət nədir? Mən elədiyim bir günahı, pisliyi kimsə danışır. Buna deyilə qeybət. Elədiyim işi danışırsa. Amma olmaz deyir, mən çox eşitmişsiniz də bunu deyirsən qeybət eləmə, deyir düz olanı danışıram. Qeybət olanı danışmaqdır. Olmayan yox. Olanı danışmaq qeybətdir. Buyurur ki, kim sizin qeybətinizi elədisə narahat olmayın. Günahınızı, səhvinizi, xətavınızı dilinə gətirdi dedisə, narahat olmayın. Çünki bu sizə artıq cəza olacaq və da qiyamətdə qeybət olunduğunuz günaha görə cəza verilməyəcək. Yəni günahınızın kəffarəsi. Dünyada cəza aldın ki, cəmaat danışdı. İkincisi buyurur, sizə böhtan atsalar yenə də narahat olmayın. Eləmədiyin bir işi demək böhtandır. Bir adam bir işi görmür, indi dəb düşür.
dəb düşüb. Valla bu ən çox da dindarların içindədir. Mənə hərdən yazırlar mesajla ki, filan işi siz filan sözü demişsiniz. Yatsam yuxuma girməz o sözü demək. Elə bil kimsə bunu yayır, insanlar da inanır. İnanır, fantastik şeylərə inanır. Buyurur ki, birdən sizə böhtan atsalar, onda da narahat olmayın. Necə? Onda buyurur, eləmədiyiniz günahı sizə nisbət verməyiblər. Onda eləmədiyin savabı Allah səndə namə əməl yazır. Heç bir iş görməmsən, qiyamətdə qalxırsan, bir dənə savab yazıb sən o işi görməmsən. Bu nəyə görədir? Sənin üçün böhtan atmışdılar, Allahın rəhmətinə bax. Allah deyə bilər, mənim nəyimə lazımdır, kim kimə qeybət eləyir. Bu buna qeybət eləyəcək, mən bunu bağışlayacağam. Bu buna töhmət vuracaq, böhtan atacaq, mən buna savab yazacağam. Allah belə rəhimli Allahdır. Ki, eləmədiyin şey sənə nisbət versələr, buyurur ki, onda sən eləmədiyin savabı da Allah namə əməl yazar. Pəhrizkarlığın düsturu budur. Buyurur, ən xeyirli pəhrizkarlıq, haramlardan çəkinmək və möminlərə əziyyət verməmək. Möminlərə, iman əhlinə əziyyət verməmək. Ümumiyyətlə çalışasan insanlara əziyyət verməyəsən, xüsusən imanlı insanlara ki, onların qəlbi Allahın hərəmidir. Allaha iman gətirmiş insanlara. Bu məsələdə ciddi ehtiyat saxlasa insan yaxşıdır. Allah bizi pəhrizkar bəndələrindən qərar versin.